Vatan dostu amandı koyma geldi. Didarı yamandı koyma geldi. Vay vay diyesen beşer değil bu. Bir şekle uyan teher değil bu. Allah'ı seversen er değil bu. Erdoğdu, rabandı, koyma geldi. Didarı yamandı, koyma geldi. Azərbaycanın ən görkəmli satira ustası Mirzə Ələkbər Sabir 1862-ci il mayın 30-da Şamaxıda anadan olmuşdur. O artıq 10-11 yaşında şeirlər yazırdı. Mədrəsədən sonra Seyid Əzim Şirvaninin məktəbində oxuyub və atası Ələkbəri məktəbdən çıxardıb dükanında işlədirdi. Lakin o şeirlə, ədəbiyyatla maraqlanmağa həmişə davam edirdi. Buna görə atası onun bir neçə dəfə şeir dəftərini cırmışdı. 23 yaşında ziyarət adı ilə Şamaxıdan Orta Asiyaya, sonra isə İrana gedir. Səfərdən qayıtdıqdan sonra Billurnisa adlı qızla evlənir və 8 qızı, bir oğlu dünyaya gəlir. Şamaxıda yazdıqlarına görə mollaların təzyiqi ilə üzləşir. Hətta onu düşman elan edirlər. Dəyişib dövrü zaman, hamı gümandan danışır. Molla rüşvətxanadan, kafir imandan danışır. Bir zaman eşeğimiz arpa bəyənməzdi bizim, indi eşeğimiz ölüb, at da samandan danışır. Qalmayıb sevgi, məhəbbət, işığında bir ümid. Məcnun artistlik edir, eyli yalandan danışır. Keçmişdə məşhur olan qəhrəman aslanlarımız meşəyə girmək üçün indi sıçanla danışır. İstədim dillənib öz haqqımı ispat edeyim. Dedilər, pulsuz olan indi haçanla danışır. Sabirin şeirləri Şərqi Rusda, həyatda Molla Nəsrəddində çap olunur. O Şamaxıda hətta Ümid məktəbini açsa da, Cəmaət məktəbinin bağlanmasını tələb edir və beləliklə şair Oxutmuram əl çəkin satirasını yazır. Bəs ki uşaqdır hələ, yaxşı yaman sanmayır, elminə bəs olduğun anlamayır, qanmayır, sair uşaqlar kimi hər sözə aldanmayır. Sair uşaqlar kimi hər sözə aldanmayır. Eyləyir ömrün hədər, oxutmuram əl çəkin, eyləməyinidən kəsər, oxutmuram əl çəkin, eyləməyinidən kəsər, oxutmuram əl çəkin. Balaxanı məktəbində müəllim işlədiyi dövrdə şair çox ağır xəstələnir və Molla Nəsrəddin jurnalı xəstə şairə yardım üçün elan dərc edir və beləliklə bu elandan sonra Rusiya və Şərqin bir çox şəhərlərindən şair üçün iyanələr göndərilir. Lakin artıq həkimlər çox gec olduğunu deyirlər. Belə ki, 1911-ci ildə şair vəfat edir və Şamaxının 7 Günbəz qəbirstanlığında dəfn olunur. Ölümündən bir il sonra isə yoldaşı Billurnisa xanım və dostları Abbas Səhət və Mahmud bəy Mahmudbəyovun səyi ilə şairin şeirləri Hop-Hopnamə adı ilə dərc olunur və şairin ilk dəfə heykəli ucaldılır. Hansı ki bu heykəl Şərq müsəlman aləmində ilk insan heykəli idi. Necə deyərlər, dəyişsə də dövrü zaman Sabir olandan danışır. Onun əsərləri müasir dövrdə də öz mövqeyini qoruyub saxlayır və beləliklə güclü satirası ilə yaddaşlarda iz buraxan satirik şairi Azərbaycan xalqı daima hörmətlə anır.